Mənim qonaqlarımız Hyundai Santa Fe və Hyundai Elantra'dır. Ümumi servis haqqında sizə dedim məlumat verim. Bu maşında Aveo'dur, ABS blok dəyişir, subsidiyalar dəyişir, aporlar yonulur, nakladkalar dəyişir və Hyundai ilə bağlı bizə müraciət zəhlər gəlir. Deyirlər ki, usta Hyundai'larda nə iş görürsünüz siz? Bax, Hyundai maşın gəlib, Hyundai avtomobilimiz. Apornular yonulur, apornul disklər yonulacaq, nakladkalar dəyişəcək tam zamanətli şəkilində və bu maşında evapdan aşıbqa verir. Maşın sahibi kimdir? Bu maşında evapdan aşıbqa verir. Yaxınlaşmışsınız ustaya. Çəkənciyin işarəsi yanır. Evapı dəyişiblər, yenə düzəlməyib. Bizdəki həmişəki kimi də birinci növbədə ustaya getməlisən, sonra bura gəlməlisən. Problemi sizə göstərirəm, baxın. Bu problem burada. Observer var, burada kömür deyək. Bax, o çıxıb, alınıb yenisi ilə əvəz olunacaq. Bu Chevrolet Cruze'da mən deyirdim ki sizə, bax bu dəqiqə icazə verin. Bunlarda bax burada problem olur. Bax bunlar deşilir, bax bunlar deşilir. Bunu alıb dəyişirlər. Zboru 200-250 manatdır. Bunu almağa ehtiyac yoxdur. Kimin maşında bu xarab olursa yaxınlaşsın. Biz tam garanti ilə, zamanətlə bunun özünü düzəldib veririk. Katalizatorun datçiki dəyişib, sveçalar dəyişib. Sveçaları sizə göstərirəm, baxın. Borçla Mercedes'in sveçasını qoyublar üstünə. Bu da həmənki katalizatorun datçiki. İnjektor sistemi yolub, müştüklər dəyişib. İnjektor sistemi yolur. Bu birisi Hyundai'da isə yenə apornulardır. Açılıb yonulur. Nakladkalar dəyişir. Bu apornular gördüyünüz kimi Hyundai'da karter açılıb germetikalanacaq. Bunlarda xəstəlikdir bırakma. Bir də korobkanı çıxartmışıq. Korobkanın və arxa salnikdə vuruldu yerinə. Deyəcək ki, korobka. Şöyle korobkada necədir vəziyyət. Və bu açılıb, filtr dəyişilib. Bu da sizin üçün bunun karteri. Bu da bunun içindən tökülən yağı. Filtr dəyişilib, orijinal filtri qoyulub. Karter dəyişib usta. Burada karterde problem vardı. Bu da bunun karteri dəyişilib. Nakladka ilə bir yerdə. Korobkamız hazırdır. Bu maşın yaxınlaşıb yanımıza. Demək olar bunda maçda problemli maşındır. Maşını söndürürsən, xodlayırsan, maşın xodlanmır. Gec qovur, sonra xodlanmır. Kabinin iştekili dəyişib, raspid balın daktiki dəyişib və problemi üstündə işləyir. Bax, problem budur. Bax, sönür, sonra xodlanmır. Hələ ki, bunun üstündə işlər gedir. Yay gəlir, kondisionerlə də bağlı müraciətlər olur. Görsətdim ki, biləsiniz. Usta, bu nə indi? Malibon. Hansı mühərrikləri yığırsınız? Yerdə qaçan. Yerdə yox, yerdə otsan yerdə qaçan. Bu nə indi? Bu Cruze. Aveo. Cruze motor deyil şeydir. Bunda motor yığılır. Ha. Motor yığılır. Sonra 1.8 servis. Bunun motorudur. Bu da onun qalovkasıdır. Sonra Təzə Cruze. Bu da Malibu. Burada da görülən işlərimiz bundan ibarətdir. Dedim sizə bugün üçün çəkək paylaşaq. Çünki Hyundai ilə bağlı zəng gəlir. Nə bilim, kondisionerlə bağlı zəng gəlir. Yaydı. Dedim ki, məlumatınız olsun. Bu da ki, bizim üstdən çıxma porşenlərimiz, vanuslarımız. Hər maşından biraz çıxır. Yarısı da buradadır.